yapsın kardeşim? Öldürüm de efendim nerede oldunuz? O beş batı verin. Adamın çocuk kadar. Abi! 5 saat oturmuşuq burada bir dənə ortaq məxrəcə gələ bilmirik. Çünki hər öz bildiyin yer etmək istəyir. Biri deyir restoranda eləyək, biri deyir evdə keçirdək, biri deyir heç keçirtməyək. Nəyimizə lazımdır məzun günü? Yaşaz bile oyun çıkarmaz. Bir gidelim öyle. Diyen ki Nüsret değil de. Biri şey yana şimdi. Yaxşı, Nüsrəti keçdik. Onsuz da pul verməməyin dərdindən bu 4 ildə heç ara getməyib bu. Uşaqlar, məndən inciməyin. Vallah pula görə demirəm, amma mənə görə doğrudan mənasızdır bu məzun günü. Ay bala, imtahanınızı vermisiniz, keçmisiniz, rahat oturun dincəlin də. İyi Aydan, xətirimə dəyməz amma çox mənasız, maraqsız insansan. Nəysə, kim restoranda məzun gününü qeyd eləmək istəyir, əlini qaldırsın. Bax görsən, eləmə də bu pullu temaları eləmə də. Görsən pulları yox da, yığışdırın da bu söhbətləri də. Ha, sən kim sevgilisindən belə danışsan, nə olur? Sən sevgilində ara qatır. Az, bura bax, ağzımı açma, mənim Pərvizin dalcı süləndiyi günlər yadından çıxma deyəsən. Nə deyirsən sən? Az, bu Səbiş nətər uzaq görən qızdır, nətər uzaq görən qız. İnansız mənə demişdi, Səbiş mənə demişdi ki, bu dilənçilər var ha, bu dilənçilər məzun gün eləyən deyil, demişdi Səbiş mənə. Mənəm dilənçi. Ay, sənə demir də, özünə götürmə indi. Görsən bir konkret fikir şey eləyə bilmirik, ortalığa bir şey gətirə bilmirik. Boş-boş bayaqdan yığışmışıq və dava eləyirlər ancaq. Sənə demir. Siz nə ağzıva gələn danışsan, nə ola sən səhərdə? Sən nə deyirsən ha? Nə mən beynimi xarab etsə bayaqdan, Başı bir söz nə var? Tüpürüm sizə də, sizin o məzun gününüzə də, sizin dostluğunuza da. Başı olmayacaq məzun günü. Bəbəyin çıxsa! Mənə deyirdin dilənçi. Mən demirdim, mən demirdim, Səbiş deyir, Səbiş. Ay qopa. Mən lazımdır bu məzun zat. Ümumiyyətlə mən niyə məzun olmayayım? Bax, niyə? Bu neçə ildə ayda dəf olur da. Mənə düşmür məzunluq, hə? Yox, mənə düşmür. Tüpürsün. Məzununuza da sizə də. Görmə. Tüpürüm sən bəbəyva elə, tüpürüm bəbəyva. Hamı tüpürür qədir hələ, nədən bura? Hadisə necə oldu? Nə bilim. Mən orada olmamışam axı. Yine içkiliydiniz yəqin. Ona görə görməmişsiniz bəlkə. Bəlkə də elə siz vurmuşsunuz. Şəhid eləyənlərdən elə biri mənəm. Necə vura bilərəm axı mən onu? Çoxdan kim yetirdi? Şübhənizi özündən uzaqlaşdırmaq üçün polisə xəbər eləmək. Reis, mən niyə vurum axı? Vurmaq üçün bir səbəbim də yoxdur. Bəs kimin var? Kimdən şübhələnirsən? Hamınızı tanıyan kim var? Mirvaridən. Uşaqlar məni xilas eləmək üçün mənə kömək eləmişdilər. Mirvaridən şübhələnirəm. Mirvari. Yaxşı, sən bıçaqlanmadan əvvəlin danış. Hamınıza eyni vaxtda gələn xəbərdən. Uşaqlar eşitdiniz də? Bu oğlana böyük bir dənə layihə təklif ediblər. Ülvi deyirəm, axır ki arzularına çatırsan. Ana kimə gəlsən, mən bilməm o ki,
dama çıxma söhbət nə idi? Hamı show biznesini oynardı da, özü reklam edirsən. Amma patlatdın azarafatsız, reklamda dağıtdın. Uşaqlar, məni təbrik edin. Axır ki, Səbinəyə evlilik təklif elədim. Onunla da bir yerdə xarici magistratura oxumağa yerik. Macadım. Yaxşı, mən var, sən can, düzün denə, bax, birinci Səbiş hansına sevindi? Bu xaricə getmək, yoxsa evlilik təkliflə? Sən can, hansını dedin, bax, birinci hansını dedin? Cavab verəcəm mən, gözəl. Canımda sana cavab verəcəm. Düzəlmədin, mən Sən o məktub var bizə. Qora məktub. Deyəsən yaxın idiniz. Əslində mən yox. Amma qardaşıma görə. Sənət üstündə qardaşınız haqqında heç də görünmür. Niyə belə ailə vəziyyətiniz qarışıqdır? Atama görə. Əslində sənət üstündə atama görə yox. Əsl atama görə. Əsl atanıza nə olub ki? Düşmənlər öldürdülər. Bəlkə növbəti psixolanacaq adam sizsiz. Əgər hamınıza eyni vaxtda məktub gəlibsə. İnci, o söhbətdən sonra heç nə demədin. Mən də Zakir müəllimin yanında çox söz deyə bilmədim. İnci, yəni biz sənə uşağı veririk deməklə səni çox xətrə dəydik. Bilirsiniz, siz pis heç nə demədiniz. Əksinə Aysu bu dünyada bir qadının eləyə biləcəyi ən böyük fədakarlıq elədi. Yəni, ən doğma balasını bizə vermək istədi. Amma biz bu fədakarlığa razı ola bilmərik. Çok fikirləşdim. Həm də çox fikirləşdim. Və başa düşdüm ki, o uşaqların ancaq bibisi ola bilərəm. Həm də sevimli. Hər kəsdən çox sevə biləcəkləri bibisi.
Kimlənsə problem yaşamısınız? Əslində nişanlımın ailəsinə biraz problemlərimiz oldu. Amma yoluna qoymuşuq. Nişanlım bizim müəlliməmizdir. Qrup yoldaşlarım bizim birləşməyimizə həmişə kömək olublar. Siz deyəsən sonradan gəlmisiniz. Bəli, qruplarımız sonradan birləşib. Məktubu necə tapdınız? Aqil, yaxşısan? Nəsə kefsiz görünürsən. Bağışlayın müəllim. Yəqin son xəbərlərdən xəbəriniz var. Mən elçi getməliyəm. Fikrət müəllimin qızı Yaqut üçün. Bəli müəllim, amma vəziyyət elədir ki, maddi səbəblərdən alınmır. Yəni Yaqut gilə deyə bilmirəm. Aqil, atamın sənə sürprizi var. Nə sürpriz? Deyirlər, öyrənmək heç vaxt gec deyil. Mən də öyrənirəm. Məsələn, Zakir müəllimdən tələbələrə qayğı göstərməyi, onlarla dost olmağı, lazım gələrsə onlara əl tutmağı da öyrənmişəm. Güman edirəm ki, hələlik bu bəs eləyər. Yox, müəllim. Lazım deyil. Sənə lazım olmayan sənin qürurundur. Qürur olan yerdə sevgi olmur. Sevgi olan yerdə isə qürur. İndi sən qüruru kənara qoy, sevginə yiyə dur. Aqil, biz Fidanla atama hər şeyi danışdıq. Bu onun öz təşəbbüsüdür. Əlini geri çevirmə. İndi etiraz vaxtı deyil, özün də yaxşı bilirsən. Amma müəllim bir şərtlə. Maaş alan kimi ilk edəcəyim şey pulu sizə qaytarmaq olacaq. Danışdıq. Xoşbəxt olun. Çox sağ olun. Uşaqlar, bizə məktub var. Danışın, narahat olmayın. Bizi narahat edən kimsə var? Həyatımda çox pis hadisələr baş verib mənim. Çox problemlər yaşamışam. Nə cür problemlər? Yəni problem yaşadığınız adamları hamısı tanıyır. Hə, bütün qızları. Çünki vaxtilə onlar mənə kömək eləmişdilər. Onun əlindən qaçmağa. Məktubu da elə qızlarla bir yerdə tapdıq. Necə oldu? Necə tapdınız? Həyatımı dəyişdirən ən vacib suala cavab tapmışdım. Rövşən nişanlanmaq istəyir.
Qızlar, Səid axır ki təklif elədi. Həm xahişlə oxumaq, həm də evlilik. Rövşən də deyir ki, nə uzadır bu məsələni? İnşallah Səid də deyir ki, biraz səbirli ol, hər şey yaxşı olacaq. Hə, Rövşən də deyir ki, Səid də deyir ki, sən nə deyirsən? Ay qızlar. Bəlkə bir-bir danışasınız. Biz də bilək də kimi təbrik eləmək lazımdır, kimi yox. Az hala buna bax sən. Az oturmuşsan ağlının yerində bu əlpərəst səbişlə girmisən rəqabətə bala. Nə oldu? Bəs oxumaq, bəs kitablar, hə? Ər gördün yaddan çıxdı hamısı. Yox, mən belə başa düşdüm ki, bu ikisi o qədər xoşbəxtdilər ki, özlərindən başqa heç kim eşitmirlər. Onda biz də ikisini də təbrik eləyirik. Çox xoşbəxtəm, çox. Ay, sən xoşbəxt olmuşdun. Et gəldi, Səid gəldi. Sus, gedim vaxtını aç. Ay, gönül səni gördüm. Kitab yaddan çıxdı. Kitab elə demədə bax, xətrimə dəyirsən. oxumaq yaddan çıxdı. Xoşbəxt olmaq istəyirəm. Qızlar, bu nədir? Çox rahat görünürsən. Deyəsən əvvəldən təcrübən var. Həyatda hər şeyini itirmiş, özü də bir neçə dəfə itirmiş adam təcrübəli görünə bilər, düzdür. Kimlənsə probleminiz var idi. Mənim həyatla problemim olub həmişə. Sizin hamınızı kim tanıyırdı? Həyat. Düzdür, bizim uşaqlar həyatı yaxşı tanımasa da, o bizim hamımızı çox yaxşı tanıyır. Hadisə vaxtı haradaydınız? Evdə. Təbrik edirəm. Mənim məzun balam, anan qurban boyuna biraz da böyüdün. Sənə qurban olum mən. Axır ki bu günü də gördüm. Sənə qurban olaram. Açaram mən bir. Hə? Bu nədir? Nə bilmə kim göndərib bunu belə? Kim yazıb bilmirsən? Yox, heç kim bilmirəm. Gəl qapı, gəl. Bundan sizə də gəlir. Sənə də gəlib? Hə. Nədir bu kim göndərib bunu bizə? Bilmirəm. Sənə niyə zəng çatmır? Ola evdəyəm də nə bilim. Getməliyik. Yox. Nurlanı bıçaqlayıblar. Həzələnmə. Görürsən, bax, əgər mən danışanda siz də padruqalarım ki, mənə tupoy deyəsizsə, mən indidən işimi bilim, durum çıxım qədim. Danışın. Amma bu özüm, mən birdən məktub gəldi. Nə tər sevindim, nə tər sevindim. Niyə? Mən çoxdan məktub gözləyirəm. Kimdən? Cekadan. Ceki kimdir? Sevgilim, mənim ilk və son məhəbbətim. Elə qəşəkdir, görsəz. Sarı-sarı saçları var, yaşıl-yaşıl gözləri. Mən dərdim böyükdü, böyükdü. İnansız, gedəndən bir dəfə yazmayıb ki mənə. Hara gedib? Xaricə. Bildim, dəqiq hara gedib? Dəqiq xaricə.
İndi siz mənə deyirsiniz ki, məni alladıblar. Xaricə zada getməyim, Cəxa buradadır, məni alladıblar. Və mən nəyə məktub yazmayıb, hə? Nəyə mən məktub yazmayıb vaxtında? Yaxşı, məktubdan sonra danışarıq. Hadisədən danışın. Hadisə türkü müğənnisidir. Şey də, demək bu məktub gələndə mənə elə pis oldum, elə bir ki, qəlbim qırıldı da. Siz bilərsiniz, bu xaricdən məktub nəyə gec gəlir? İndi məktub göndərmirlər. Mesaj yazırlar. O da bu qədər çəkməz. Sonra nə oldu? Hadisədən danışmağa davam edin. Heç nə də bu Səmi. Sonra xəbər tutdum ki, bu Ulqumsuz Nurlan var ha, Ulqumsuz Nurlan. Onun başına belə bir iş gəlib. Mən də o dəqiqə dedim ki, bu 100% Ahunun bıxıl qardaşı var ha, onun işidir. Ahu? Ahunu çağırın. Sonra necə xəbəriniz oldu? Yaxşı da bayaqdan ağlayırsan, sakitləş də. Sakitləşə bilmirəm. Ona bir şey olsa... Olmayacaq, heç nə olmayacaq ona. Ahu, necə olub? Kim vurub? Bilmirəm, heç nə bilmirəm. Biz Nurlan'la telefonla danışırdıq. Sonra birdən kimsə zəng vurdu ki, axırıncı bu nömrədən sizə zəng gəlib. Oğlan bıçaqlandı. Hayda, bəlkə oğlumu saxlamayıb bıçaqlayıb dərsini alır. Bəlkə dedin də. Amma nə sürət düz deyir də, bu Nurlan Ulqumunu saxlaya bilmirdi də. Bu Nurlanın şəxsi əşyasıdır. Hal-hazırda sizdə qalsın, əməliyyatdadır. Bizə gələn məktubdan. Nə yazıb? Kimdirsə dediyini eləməyə başlayıb. Polisə getmək lazımdır. Sən nə üzlə buradasan? Hə? Sən bilirsən ki, sənə görə mənim oğlum bıçaqlanıb? Nərgiz xala, polis hələ araşdırma aparır. Bizim başqa düşmənimiz yoxdur. Həbsdə olan da sənin qardaşındır. Mənim oğluma sənin qardaşından başqa kim ziyan verə bilər, hə? Bəs onda niyə bütün uşaqlara məktub gəlib? Mənim qardaşımın nə işi var bu uşaqlarla? Sən burada mənə bəhanələr gətirirsən. Amma mənim oğlum orada can verir, eşidirsən? Can verir.
Amma sizin bəxtiniz gətirdi. O mənə də gətirdi ki, siz universitetdə müəllim tələbə sevgisinin qadağan olmadığı bir vaxtda sevdiniz. Mənlə İnci isə Sizin hekayənizdən ürəklənib biz də bu vəziyyətə gəldik. Aqil, qızlarla danışdım, çatırlar. Amma evlilik qabağı sənə bir məsləhət verim. Evlilik imtahanların ən çətinidir. Çünki hansı suallarla qarşılaşacaqsan, bəri başdan onları bilmirsən. Amma qarşımıza çıxan sualları sevgi ilə, inamla, mərhəmətlə cavablandırsaz, o zaman imtahanlardan üzə ağ çıxarırız. Düz deyirsiniz. Bir də bir şey deyim sənə. Yuvanı qurmaq üçün hər ikimiz əlimizi daşın altına qoymalıyız. Əgər hər hansı birimiz daşın altından əlimizi çəksəz, qarşı tərəfə ağırlıq düşəcək. İnci ilə mənim daşım uşaq söhbəti oldu. Amma şükür olsun ki, biz hər ikimiz əl-ələ verib həmin daşı yerində oturda bildik. Yuvamı həmin o daşla qura bildim. İndi isə növbə sənindir. Sabah elçiliydi, amma mən sənə evlənmə təklif eləməmişəm. İkimizdə bir ürək var. Yarı səndə, yarı məndə. Sevgi adlı bir ağacıq. Budaq məndə, narı səndə. Yarı səndə, yarı məndə olsun. Olsun. Dünyan olum gecelerime güneşim ol yeter. Işık saçıp parladarsan ulduzlarımı üzüyü parmağında taşıyarsan sonsuza kadar bir ömür hayat yoldaşımsan benim ulduz kadınım. Bakışların silah kimi ateş açma teslim oluram möcüzelere inanmırdım. Seni ben görene kadar Tanrı'dan sen miras kimi. Sənə mən sahib oluram, daşıyacam bu sevgini mən qəlbimdə ölənə qədər. O mənim əsərimdir, bəst olur mahnılarıma. O mənim ürəyimdir, dərman olur ağrılarıma. O mənim möcüzəmdir, o mənim alın yazım. O mənim mələyimdir, məlhəm olur yaralarıma. O mənim əsərimdir, bəst olur mahnılarıma. O mənim ürəyimdir, dərman olur ağrılarıma. O mənim möcüzəmdir, o mənim malın yazım. O mənim mələyimdir, məlhəm olur yaralarıma. Şükür oğlum. Ayıldın. Təbrik edirəm. Bəli, şükür Allaha ki, ayıldı. Həkim, doğrudan da sizə və sizin bu çətin peşdə fəaliyyət göstərən bütün həkimlərimizə özlərinin təşəkkürlərimizi bildiririk. Bəzən heç öz ailənizi görmürsünüz, amma başqalarının həyatından maraqlanırsınız. Çox sağ olun. Doğrudan da çox sağ olun ki, dostumuzun yanında oldunuz hər zaman. Xəstəlik ən ağır vəziyyətlərdən biridir. Onda da hər zaman yanımızda olursunuz. Sizə və bütün həkimlərə təşəkkürümüzü bildiririk.
Buyurun, siz çox sağ olun ki, belə xoş sözlər söylədiniz. Çox minnətdaram hamınıza. İndi isə məni bağışlayın, mən öz otağıma girəm. Nəsə lazım olsa xəbər edərsiniz. Pardon. Mama, gələ nə demsən qıza? Oğlum, sizin birgə gələcəyiniz ola bilməz. Mən hər dəfə bu qorxu ilə yaşaya bilmərəm. Mama, qurban olum sənə, belə danışma da. Başa düşdü, kimsə gedib Bəhruza səhv məlumat verib, ona görə belə elətdirib. Bir dəqiqəyə. Əgər Nurlanı bıçaqlatdıran Bəhruzdursa, onda bizə məktubları kim göndərib? Sizin dediyiniz şübhələrin heç biri özünü doğrultmadı. Bir tək Afaq xanımın şübhəsi doğru çıxdı. Ay, gördünüz, başqa məktub edirsiniz, gördünüz? Bütün faktlar araşdırıldı, operativ şəkildə Nurlanı bıçaqlayan tutuldu. Artıq layiqli cəzasını alacaq. Sizə nə qədər çox sağ ol desək azdır. Çünki sizlər bizi bu ətrafdakı çirkinliklərdən qoruyursunuz. Gecə gündüz demədən biz rahat yataq deyə özünüzü risk atırsınız. İşimizdir, borcumuzdur. Əslində fədakarlığınızdır. Biz hamımız sizə təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm, rəis. Amma bu məktub məsələsi nə məsələ idi, bilmədik. Bu da bir dələduzluqdur. Sizlə oyun oynayan sizin öz qrup yoldaşınız imiş. Nədir? Nə baxırsan? Borcun var? Rayondan bugün səhər qayıtmışam. Dünyadan xəbərim yoxdur. Nüsrət başımıza elə bir oyun açdı ki, bütün günümüzü bölmədə keçirmişik. Nüsrət mənə dedi ki, müəllim məzun günündə uşaqlara sürpriz eləyək. Hamını bir yerə yığıb, təşkilatçılıq da məndəndir. Hardan biləydim ki, bu dələduz sizin başınıza belə oyun açar. Ay Zakirata, valla mənim günahım deyil. Amma bunların günahıdır da. Elə dava eləmişlər ki bir-birlərinə. Bax, dədələr də gəlsəydi barışmayacaqdılar. Ona görə bax, bu oyunu çıxartdım ki, qoy barışsınlar. Ona görə belə səviyyəsi məktub yazdı ki, bizi hamımızı yığsın bura. Özdə məktuba bax, Elə bilirsən imtahan qutarıb, sənin imtahanın hələ qabaqdadır. Hələ mənə yazdığı məktuba baxın. Sənin başına elə bir oyun açacağam ki, oxuduğun heç bir kitab köməyinə çatmayacaq. Ən pisini Turala yazıb, deyir ki, dostu bitirmisən, bir həyat yoldaşı bitirmisən. Növbədə kimdir bilirsən? Belə səviyyəsi şeylər eləyir yəni. Gördün nə də, səmimi zarafatdır da. Özüm yazanda o qədər gülmüşdüm özüm ölüm. Həqiqi bu, Nurlan hanı ya, bu da bıçaqlamağa vaxt tapdı. Doğrudan uşaqlar, onda da panikaya düşdük. İndi hər şey yaxşıdır, hamımız da sağ-salamatıq. Özdə taxtabaşın sayəsində barışdığı. Çox sağ ol Nusrat, sən çox istirəm.
Patlatmışam ya. Sən deyilmədi, gülmək qadağandır. Yaxşı, məzunam mən bu gün. Hara vursan, qadağandır. Elə içinə qalsa bir vaxtlarda sevmək qadağan idi. Elə deyildirmi Zakir müəllim? Yadıma gəlir. Elə bil dünən hamınız birinci kursdaydınız. Biri-birinizə yad kimi idiniz. Yavaş-yavaş aranızdakı o yadlığın yerini dostluq tutdu. Bilirsiniz, həyatda ən çətin qazanılan şey dostluqdur. İndi dostluqların təməlini qoyulması üçün ən yaxşı vaxtdır. 30 yaşdan sonra çətin olur bu cür doğmalaşmaq. Yeni dost tapıb etibar eləmək. Hamınız böyük sınavdan keçib bir yerdə ayağa durmusunuz. Sizə bir şey deyim. Uzun müddət görmədiyim bir insana deyirsən ki, necə dəyişmirsən? Tək cavab bu olur. İllərin başıma gətirdikləridir. O dəyişikliklərin hər bir qırışında bir həyat imtihanı durur. Pis gündə necə bir yerdə oldunuzsa, xoş gündə də başqasının yerinə sevinə bildiniz. Bax, budur sizin fərqiniz. Bəs indi bundan sonra biz çətinliklə üzləşəndə və bizə hekayələri kim danışacaq, kim məsləhət verəcək, çıxış yolu göstərəcək? O hekayələri siz özünüz quracaqsınız. Vəziyyətdən çıxmağın yolunuzsa yenə də özünüz öyrənəcəksiniz. Ay müəllim, sizin məsləhətinizə həmişə ehtiyacımız var. Yaxşı sən də. Elə tanışsız kelimin kişini yola saldırıq. Nə olub be? Uşaqlar, axırıncı dəfə bir sinif otaqlarınızı gəzin. Bufetinizdə çay için, xatirələrinizi yada salın. İnanın ki, bu dünyada tələb olmaqdan yaxşı şey yoxdur. 4 il qazandıqlarınızı təzə həyatınızda sınaqdan keçirin. Bu 4 ildə nə qazanmışıq? Əksinə itirmişik. Bax, elə 2 dənə tələbəmizi itirdik. Nə bilim, Gülşən idi, Banu idi, Murad müəllimin oğlunu itirdik. Ondan sonra Nurlan, Tural elə ölümdən qayıtdılar. Bu tipdə zat oxumuruq ki, biz bu təcrübə ilə gedəm orta zatda işləyək. Deyirəm nə dəyişsə də, sən yenə də səviyyəsiz olaraq qalırsan da həmişə. Yaxşı, məzunum, mən məzun. Yes, məzun. O deyil. Uşaqlar, sonda sizə bir şey də deyim. İmtahan böyük nemətdir. Bəzən acılıqla, bəzən pulsuzluqla, bəzən doğmalarımızı itirməklə, bəzən sağlamlığımızı itirməklə imtahan vermiş oluruq. Baxın, əsl şəxsiyyət də bu zaman ortaya çıxır. İmtahanlara səbr eləməyənlər kəsilənlərdir. İmtahanlardan üzü ağ çıxanların isə mükafatı müjdələrlə dolu olur.
sizə həyat imtahanınızda böyük uğurlar arzulayıram uşaqlar. Kimsəsiz uşaqlara sahib çıxdığın üçün səndən fəxr edirəm qızım. Zakir müəllim, o uşaqlar kimsəsiz deyil. Onların inci kimi anaları var. Bu işdə müdürün də rolunu unutmaq lazım deyil. Hə, kimin belə müdürü var? Hər müdürün də belə məsuliyyətli işçisi olmur. Çox utandırırsınız. Yaxşısı budur, müdür gəlməmiş, mən qızına zəng eləyim, görüm nə edir. Alo, necəsən? Bibi Qurban bağçadan gəlmişsən? Doğrudan? Bağçadakı rəfiqən də şeirdir. İncili belə gördükcə hər dəfə sənin fədakarlığın yadıma düşür. Qızım mən ana desə də, onu böyüdən bebesini hamıdan çox sevir. Müdür də gəldi. Hoş geldin atabala. Çox keçmədim. Sağ olsun, bizimkilər də kömək edir. Birlik xüsusi qeyd eləyəcəyim. Deyirəm İnci, doğrudan da bu iş üçün çox əziyyət çəkdim. Sən olmasaydın alınmazdı. Mən deyəndə, bilirsiniz də, bu pul məni öz ölmüş oğlunu oxşadan qadın tərəfindən hədiyyə idi. Mən də böyüdüm, bunu ehtiyacı olanlara hədiyyə elədim. Necə deyirlər İnci bacı? Dünən səndə var idi, sən bizi əl tutdun, indi məndə var, başqalarını əl tuturam. Hə, atabala, sən indi tələbəsən, müdürsən, öz işini qurmusan. Sən kimi tələbələri görmək, gəncləri görmək adama qürur verir. Şərəfsiz! Elədiyin qələtləri təmizlə. Yoxsa... Gel sarışınım gel, gel sana aşığım gel, gel sarışınım gel, gel sana aşığım gel. Vay 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 vay, ben kimləri görürəm. Mənim işlədiyim kafenin müdirə xanımları gəlib, güllərimiz gəlibdi. Can. Neyinirsən Rüstəm? Eşsat, ahım. Hesabat edirəm burada, amma bir-iki dənə əşyəliyi var da. Ay qardaş, sənə demədik ki, bəs bu
kafeyə gələnlərə denən ki, yemək nisiyə vermirik də. Sən elə bilirsən bura bufet zətdir sənin üçün? Ayıb olsun sənə Səbiş, ayıb olsun. Heç olmasa keçmiş günləri yadıma sal. Yadıma gəlirdin o bufetdə nisiyə dönər yeyirdin. O günləri yadıma sal Səbiş, o günləri. Ay da Tomik yadımıza salmadı. Necə darıxmışam o illər üçün. Heyf o günlərdən heyf. Bir dəqiqə. Bağçadan zəng vurulur. Alo? Bəli, müəllimə. Necə? Asika onun dalınca danışır? Yox, qeyri-mümkün. Ola bilməz. Yox, nə danışsa elə şey ola bilər. Yox. Oldu. Yaxşı oldu. Sağ olun. Nəsə olub həyatım? Heç nə. Ayselin bağçasında müəlliməsi zəng vurub ki, Aysel onun dalınca danışır. Dəhşətləri. Mənə maraqlıdır bu uşaq kimi oxşayıb. Ata sakit, ana da qeybət eləməyən. Nə deyim? Həyat yoldaşım da həmişəki kimi çox diqqətçidir. Yenə mənə gül alıb. Mən dəli edirəm. Bu əslində sənin üçün deyil. Bilirsən də kim almış. Ay, nəysə, deyirəm gəlin gedək. Pərt olmayaq, üzr istəyirəm. Gec qalmayaq, gedək. Yaxşı da, bundan yaxşısını lazımdır. Sən bilirsən də kim almışam da. Oo, müəllimlərimiz də gəldi. Mən insanım, nə olsun müəllimin əsəbləri yox. Mən əsəbləşirəm mən. Uşaqlar, bugün bir müddət məndən danışmayın, çox əsəbiyəm, sakitləşdirici içmişəm. Tələbələr dərsdən qaçıb, özünə gələ bilmir. Mənkilər ağıllıdır, axıra qədər oturublar. Nətərsən? Aydan, əsas odur ki, Rövşən qaçmayıb bugünə kimi yanından, qalan şeylər düzələr, boş ver. Əsəbləşmə. Rövşən qaçar. Nəysə, uşaqlar, deyirəm bəlkə gec olmamış gedək. Sənə verilən vaxt bitdi. Öz aramızdır. Bu dəfəki konsertimiz möhtəşəm keçdi. Qaqam, sənin sayəndə. Darıxmışdım Bakı üçün Ülvi. Bakını çox sevirəm. Ülvi!
Necəsən Cahan? Uşaqlar, demək belə, bir dəfəlik gedirik bizə. Yaqut sizə bir dənə qəşəng bir süfrə hazırlayıb. Yoldaşım deyə demirəm ha, əlinin duzu var. Uşaqlar, Fidan gələ bilmədi, yoldaşı icazə vermədi, amma sizə salamı var. Və ən yaxşısı nədir? Mənim kimi subay qalmaqdır. Yaxşı da Cahan, subay qalmışam yox, alan olmayıb desən daha məntiqə olur. Yenə də kobudluq, yenə də düzəlməmisən. Deyirəm, nə yaxşı vaxtında çatdınız. Qorxurdum ki, çatmarsınız. Ulduzum, ən vacib işim olsaydı belə, qaça-qaça gələrdim. Hello baby. Hoş gelmişsən Afaq. Çok geçeysen. Uy ya, necəsən? Sağ ol, necəsən? Darıxmışdım. Afaq, necəsən? Can, sən necəsən? Sağ ol. Afaq, yezinə deyirəm əvvəllər səndən uzaq gəzirdi. İndi də deyəsən səndən əl çəkmir ha. Nə məsələdir? Niyə gəlməyib? Ceka dünya turuna çıxıb da gəzməyə. Əslində mən də onunla gedəcəydim. Dedim sizi görüm, sonra gedərəm. Onda deməli, sən də bizlə gəlirsən bugün. Yəni əlbəttə bu qəşəng günü qaçıra bilməzdim. Mənə bax, qız da oğlan. Qız. Gedək. Uşaqlar, gedək. Gedək. Heç kimin mənə etibarı qalmadı. Hamını anlattım. Onu attım. Bunu attım. Ata getdim. Axırda da məni atdılar. İndi də belə qalmışam səfil kimi. Yaşayıram özüm üçün. Və ən çətin imtihandan kəsildim. Həyat imtihanına. Stop. Var. 10 dəqiqə fasilə. Sonra hamı burada olsun. Mən bana Fox'ta zaten problem olmadı. Normal ne? Bir daha çöp firasında şimdi misin? Kofi. Özü olasıdır. Yaxşılıqdan qollanmışım mən. Mən bax. Mən təyədi xoşuna gəldi. Yaxşı idi. Məsələn, ürəyimcə olmadı, elə bir. Yo, niyə? Yaxşı idi. Döyülmürdün, yaşayırdın sən. Doğrudan sən. Mən nəsə elə bir o vəziyyətdə döyülməyib. Təzə bir dənə götürərik. Yaxşıdır. Yo. Bunun biraz şəşanı çox elə dəsin də. Nüsrət bəy sizi görmək istəyirlər. Bunlar kimdir? Tanımıyorum. Fanatlardır. Hi guys, what's up? Yaxşı, imzalan hara atacam, dinliyorum. Evet.
Durmuşsan ha. Hatta oğlum şişmişsən ha sen. Deyirəm siz də heç 5 ildə dəyişmədiniz ha. Yaxşı, ayıbdır. Məni bu setdə hamı hörmətli bilir. Yaxşı görə ya. Nüsü biz de sen görmeye geldik. Nüsü, sənlə fəxr eləyirik. Hə, inci. Yadıma gəlir kirayə pulun gecikdirəndə heç belə demirdin. Ataq edirəm də bundan. Yaxşı, mənə bax. Bu o biri qurmuşlar hardadır? Yoldadılar, hamısı gəlirlər, Turaldan başqa. Tural, bax deməyin ki, əfsanəni aparıb bastırmağa. Yox, əfsanənin sancısı tutub. Əmi olursa nə əmi? Yaxşı da yenə qırğın qiyamət başlandı da. Uşağın qırxına yenə pul yığmaq falan. Bax indidən deyirəm, həmin günü mənim çəkilişim var. Kənan setindəyəm. Yaxşı da sən deyil. Uşaqlar inanırsınız, bir anlıq elə bildim ki, həmin universitetdəki nüsürətli, xəsis nüsürət. Ay makaron, yadında qalma hər şey. Yaxşı. Bax deyirəm, öz adından, bütün qrup adından əmsi ona qəşən bir, bahalı bir hədiyyə alacaq. Pulum var Nüsrət. Hala Nüsrət əvvəlki Nüsrət deyil. Məsələn. İndi qazanı doldurub qazmırız. Qazanı doldurub. Uşaqlar, lap darıxdım tələbəlik illəri üçün. Doğrudan da tələbəlik gözəl illər idi. Çok adi dolanan dünyaya, cahana, insana geleceğe inanan talebe çok adi dolanan dünyaya, cahana, insana geleceğe inanan talebe sızlar yana düşenler yüreğimin telleri o mehriban o aziz severleri sızlar yana düşenler yüreğimin telleri o mehriban o aziz severleri talebe Qəmini saxlayan, gizləyən, sevincindən pay verən, tələbə. Hay eşitsə, hay verən, qəmini saxlayan,